اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم ارزقني فيه فضل ليلة القدر، وسير أموري فيه من العسر إلى اليسر، واقبل معاذيري وحد أني الذنب والوزر، يا رعوفا بعباده الصالحين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، وصلى الله على سيدنا ونبينا وعلة وجودنا محمد وآله الطيبين الطاهرين المعصومين، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Mübarək Ramazan ayının 27-ci gününün duası və onun muxtəsər şərhi. Allahümme erzugni fihi fadla leyletil qadr ve seyyir umuri fihi minel usri ilel yusr. İlahi, ey mənim pərverdigarım, bugünkü gündə mənə Qədir gecəsinin fəzilətini nəsib et və mənim işlərimi asan et. İşlərimi çətinlikdən asanlığa tərəf yönəlt. Vaqbəl məaziri, və mənim bütün üzürlərimi qəbul et. Və huddə anni zəmbə vəl vizrə ya rəufən bi ibadihis salihin. Ey öz salih bəndələrinə qarşı çox mehriban olan Allah, günah yükünü mənim üzərimdən götür. İşlərimi asan et. Bəli, dəyərli müminlər, əziz bacı, qardaşlarım, ilk istəyimiz bugünkü gündə Allah Teala'dan bu ayda olan Kur'an'ın nazil olduğu gecə, İnna enzelnahu fi leyletil qadr, biz Kur'an'ı Qədir gecəsində nazil etdik. Mübarək bir gecə, bərəkətli bir gecə ki, digər ayə-i şərifədə İnna enzelnahu fi leyletin mübarəkə, biz onu mübarək bir gecədə nazil etdik. Qədir gecəsinin fəzilətini Allah'tan diləyirik. İstəyirik Allah Teala'dan. Qədir gecəsi bir gecədir. Kur'an'ın nazil olduğu gecədir. İmam Sadiq Aleyhisselatü Vesselam buyurubdur. Səmavi kitabların hamısı qeyd etdik, mübarək Ramazan ayında nazil olubdur. Ramazan-ı Mübarəkin 6-sında, 12-sində, digəri 18-ində və Qur'an-ı Kərim də Ramazan-ı Mübarəkin Qədir gecəsində nazil olubdur ki, Qədir gecəsi onun axırıncı 10 gündə axtarın, hədislər var. Ən məşhur rivayətlər Əhl-i Beyt əleyhissalamdan 19-cu, 21-ci və 23-cü gecələr, xüsusən də 21-23-cü gecələr haqqında olan rivayət daha təkid olunubdur. Və başqa bir rivayətdə 27-ci gecədə qeyd olunur. Xülasə, Pərverdigar-ı aləm, Qədir gecəsinin savabını mənə, fəzilətini mənə nəsib et bugünkü gündə. Qədir gecəsinin Qədir adlanması bir ona görə ki, Allah yanında bu gecənin Qədir qiyməti olmasındandır. Böyük qiyməti var, dəyəri var Allah yanında. Qədir bu mənada. Və ma qədərullaha haqqə qədri. Allahın qədrini bilmədilər. Bəli, həmən ayə-i şərifədə Qədir kəlməsi, bəli, bu mənada. Qədir qiymət mənasında. Və burada da Qədir surəsində də adlanması bir ehtimal buna görədir ki, bu gecənin Allah yanında dəyəri olduğuna görə, əzəmətli olduğuna görə, Qədir qiyməti olduğuna görə. Və digər bir ehtimal ona görədir ki, Qədir adlanmağı insanların müqəddəratı həll olunur bu gecədə. Təqdirat.
Belə ki, Qur'an-ı Kərimdə Allah Teala buyurur, "Fiha yufraqu kullu emrin hakim." Həmin gecədə, bəli ki, bütün işlər, bütün əmrlər həmin gecədə, yəni müqəddərat həmin gecədə həll olunur. Bəli. Ey mənim Allahım, mənə bugünkü gündə Qədir gecəsinin fəzilətini mənə nəsib et. Elə bir gecə ki, xayrun min əlfi şəhr, 1000 aydan xeyirlidir. Təsəvvür edək, 1000 ay olsun. 80 neçə ilə bərabərdir. 1000 ay, əgər o 1000 ayın içərisində Qədir gecəsi olmayan, digər tərəfdə bircə Qədir gecəsi 1000 aydan daha üstün, daha xeyirlidir. Bəli, yerlər var, dəyərli möminlər, elə məkanlar var ki, Allah oranı bərəkətli qərar verib. Əgər Qur'anın nazil olduğu gecə bərəkətlidirsə, İnna ənzəlnahu fi leylətin mübarəkə. Amma yerlər var ki, mübarəkdir, bərəkətlidir. Məsələn, ötən söhbətlərdə də qeyd etmişik. Məkkə-i Mükərrəmə, Kəbə evini Allah Teala hudan mübarəkən və hudan lil aləmin. O yeri Allah Teala mübarək, bərəkətli və aləmləri hidayət eləyən yer adlandırıbdır. Kərbəla-i Müqəddəs, Allah Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalatu vəssalamın ziyarətini nəsib etsin. Məsum imamlarımız buyurublar ki, Əl-Beytutətu fi Kərbəla, Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalamın ziyarətində vaxt keçirmək, Kərbəlada beytutə eləmək, gecələmək, Ramazan ayı olmasın, digər aylar olsun, fərqi yoxdur. Rəzəb ayı, Şəban ayı, Muharrəm ayı. Bir gecələmək İmam Hüseyn əleyhissalamın hərəmində tuadilu fəzlə leylətil qədr. Həmən Qədir gecəsinin savabına eyni ilə ona bərabərdir. Bəli, ey mənim Allahım, bugünkü gün Qədir gecəsinin fəzilətini mənə əta et ki, mənə nəsib et. Qədir gecəsinin fəziləti o qədər böyüdür ki, Allah Teala buyurur ki, Peyğəmbər sən nə bilirsən Qədir? Və ma ədrakə ma leylətul qadr. Leylətul qadr xayrun min əlf şəhr. Qədir gecəsi 1000 aydan xeyirlidir. İmam Sadiq əleyhissalatu vəssalam buyurur ki, mən ədrəkə Fatimətə əleyhəssalam. Hər kəs Fatimə-i Zəhra salamullah əleyhanı dərk edə bilərsə, tanıya bilərsə, fəqət ədrəkə fəzlə leylətil qədr. Qədir gecəsinin fəzilətini dərk edə bilər. Xanım Zəhra salamullah əleyhan məqamını hər kəs, o xanımın məqamı elə yüksəkdir ki, onu Əhl-i Beyt əleyhissalamdan başqa insanlar arasında heç kəs Həzrəti Zəhra salamullah əleyhanı olduğu kimi dərk edə bilməzlər. O cümlədən Həzrət Peyğəmbər əleyhissalam buyurdu ki, ya Əli, ma ərəfəkə illəllahu və ənə. Səni Allah və məndən başqa heç kəs tanıya bilmədi fəzilətini Həzrət Əli əleyhissalam. Ma ərəfəllaha illa ənə və əntə. Allahı mən və sənin kimi heç kəs mərifət yetirə bilmədi, tanıya bilmədi. Əhl-i Beyt əleyhissalamın məqamı o qədər böyüdür. Və bilxüsus xanım Zəhra salamullah əleyhanın haqqında ki, hər kəs Həzrəti Zəhranı tanıya bilsə, Qədir gecəsinin fəzilətini dərk edə bilər. Elə bir gecə ki, Allahın mələkləri, Cənab-ı Cəbrail, ruh həmən gecədə nazil olarlar. Nazil olardılar Həzrət Peyğəmbər əleyhissalama. Ondan sonra onun vəsilərinə, məsum imamlara ki, bizim zamanədə, indiki dövrdə də Həzrəti İmam Mehdi Əccəlallahu Fərəcəhu Şərifə nazil olur həmən gecədə Cənab-ı Cəbrail, bütün mələklər. Allah Qədir gecəsinin fəzilətini mənə nəsib et. Və səyyir umuri fihi minəl usri iləl yusr. Ey mənim Allahım, mənim işlərimi çətinlikdən asanlığa tərəf yönəl. İşlərimi asan et. Çətinlikdən mənə nicat verginən. Allah Teala Qur'an-ı Kərimdə bunu fə innən ma'al usri yusra. Həqiqətən çətinliklə asanlıq var. Çətinliyin arxasında hər bir çətinlikdən sonra asanlıq var. Asanlıq gəlir ki, Pərverdigar aləm bütün müşkillərdən, çətinliklərdən nicat ver bizə, bizim işlərimizi asan et, yoxsulluqdan pənah aparırıq, sənə sığınırıq.
ki, yoxsulluq, fəqirlik də bir çətin sınaqdır, imtihandır. Əmirul Müminin Həzrəti Əli əleyhissalatu vəssalam buyurubdur ki, "Lav kanal fəqru rəculan laqataltuhu." Əgər fəqirlik, yoxsulluq bir insan olsaydı, bir kişi olsaydı insan surətində, mən bu qılıncımla onun boynunu vurardım, onu öldürər. Bəzən təəssüflər olsun ki, bir çox insanlarda yoxsulluq səbəb olur ki, onların imanının zəiflənməsinə, haqdan kənar addım atmasına. Qadə ən yəkunəl fəqr kufran. Odur ki, Əhl-i Beyt əleyhissalam buyurur ki, az qalır ki, bəzən fəqirlik küfür olsun, küfrə bərabər olsun, insanı dindən çıxarmağa belə səbəb olsun. Əl-qabr xeyrun minəl fəqr. Başqa bir rivayətə var ki, qəbr, ölüm bəzən fəqirlikdən yaxşıdır. Çünki insanların bir çoxları səbirləri çatmır, dözümləri çatmır, fəqirliyə dözə bilmirlər. Bir çox insanlar olub ki, dünya 500 günlük zindəganlığına görə haqqı tanıya-tanıya haqdan, haqq əhlindən üst çeviriblər. Yad kimsələrin ki, belə deyək, 500 quruşuna məcbur olub allanıblar ki, onlara tərəf meyl ediblər. İlah Pərverdigarı, çətinliklərdən sənə sığınırıq. Bizi çətinliklərdən asanlığa doğru bizi çıxart, işlərimizi asan et. Ey öz salih bəndələrinə qarşı mehriban olan Allah, günah yüklərini mənim üzərimdən, bizim üzərimizdən götür günə. Və sallallahu əla seyyidina və nəbiyyina Muhammedin və alihi təyyibinə tahirin.